Dastanca. Xan nənəm məni çox istərdi. Yay-qış onunla bir döşəkdə yatardım. Qışda kürsünün bir gözü ikimizin idi. Yay olsun yaxud qış, gecələr yatanda mənə nağıl deməli idi. Yaddaşında çoxlu nağıllar var idi. Uşaq nağılı, böyük nağılı, hekayə. Yazı pozu bilmədən olduqca bilgin bir qadın idi. Hərdən dediyi nağılların içində iz buraxmadan öz başına gələnlərdən deyərdi. Əlbəttə onu indilər ki orta yaşlara çatmışam başa düşürəm. Bir para nağılları o qədər demişdi ki, mən də əzbərləmişdim. Amma ondan belə gecələr yatanda əl çəkməzdim ki, mənə nağıl de. Deyilmiş nağılları yenidən deyəndə də üzünə gəlməzdim. Əslində nağıllardan çox xan nənəmin nisgilli səsini eşitmək istərdim. Elə o üzdən də çoxlu gecələr nağıl yarıya çatmamış dərin yuxuya gedərdim. Xan nənəm hara gedərdisə, oradan mənə bir nənə ölsün tikəsi gətirərdi. Evimizin təkcə uşağı olmadığım halda o mənlə bir tapdıq kimi davranardı. Xan nənəmin bu işi o biri nəvələrinə heç xoş gəlməzdi. Elə o səbəbdən məni əriyə əzilmiş bir uşaq kimi görərdilər. Doğrusu xan nənəmi öz anamdan da çox istərdim. Elə ona artıq bağlı olduğum üçün oxulumun ilk günü mənə bir ildən uzun keçdi. Mənim oxula getməyim aramıza gözlənilməz bir ayrılıq salmışdı. Oxulda deyilən sözlərin mənə heç şirinliyi yoxdu. Nə qara taxtanın üstündə ağ gəclə cızılan əyri-üyrü xətlərdən baş tapırdım, nə öyrətmənin danışdığı dildən baş çıxarırdım. Ancaq hər gün uzun dalana aslanan yekə zınqırovun 4-cü dıngıltısını gözləyirdim ki, oxuldan qurtarıb tez özümü xan nənəmin yanına yetirim. Nəysə, bir gün qaça-qaça oxuldan evə gələndə gördüm, Xoxu Mirzəligilin qapısının qabağında çoxlu adam yığışıb. Adamlar bir-birləri ilə pıça-pıç eləyirdilər. Ancaq bunu anladım ki, Xoxu Mirzəlini tin vurub. Tinin anlamını bilmirdim. Uşaqlıq aləmində tini bir vurucu yaxud qaba adam sandım ki, Xoxu Mirzəli ilə sözü çıxıb, öfkəsinə gəm vuranmayıb, o yazı qocanı vurub. Tələsik evə gəlib xəbəri xan nənəmə verdim. Sonunda tinin kim olduğunu ondan sordum. Xan nənəm gülümsəyib, adam elə uşaq olar, dedi. Sonra da tinin bir cür çiy kömürdən çıxıb, adamları boğan, gözə görünməz bir qaz olduğunu mənə anlattı. Xan nənəm bezdən olan hüzün çarşabını başına salıb, Xoxu Mirzəlinin qalanlarına baş sağlığı verməyə getdi. Yas yerindən qayıtdıqda onu üzgün gördüm. Öz içi ilə konuşurdu. Bilmədim içində nələr keçir, nə alır, nə verir. Ancaq o gecə mənə Vağ quşunun nağılını dedi. O gecəyədək nə o nağılı eşitmişdim, nə də Vağ quşunun adını. O günədək quşların çoxunun adını öyrənməkdən əlavə özlərini də görmüşdüm. Durna, qartal, qarqa, gecələ, serçə, göyərçin, bülbül, bağrıgərə, qırğı. Nəysə, Vağ quşunun adı ilk kəz qulağıma dəyirdi. Vağ quşu ya balaban quşu, xan nənəmin dediyinə görə balıq ovlayan bir quşdur ki, oturar dənizin qırağında. Susuz olsa belə bir damla da su içməz. Vağ quşu öz içində belə düşünər ki, dənizdən su içsə, dənizin suyu qurtarar. Mən xan nənəmi sorğuya tutdum ki, Vağ nə deməkdir? Bu nə adıdır ona qoyublar? Balabanı toyda balabancılar çalmazlarmı? Dənizin suyu heç qurtararmı? Axı Vağ quşu nədən elə düşünür? Bəs su içməsə susuzundan ölməzmi? Balıq ovlayanda ağzına su getməzmi? Yazıq xan nənəm, ağrımaz başına yaman dəsmal bağlamışdı. Öz əli ilə özünə iş düzəltmişdi. O yaxşı bilirdi ki, mən bu tezlikdə əl çəkən deyiləm. Ancaq məni bir türlü düşündürdü ki, bu balaban toyda çalan balabanlardan deyil. Bir də Vağ quşu əlbət axar çaylardan, çağlayan bulaqlardan ya bir göldən gölməkdən su içər. Yoxsa susuzundan ölməyinə söz yoxdur. Əslində heç bir canlı olan, qalan, susuz yaşaya bilməz. Onun bu nağılı mənə deməkdən bir uzun məqsədi var imiş. O yaxşı bilirdi, bir 7 yaşlı uşağa Vağ quşunun nağılında olan dərin məna bu tezliklərdə əl tapmalı deyil. Deyilənlərə görə Xoxu Mirzəli malı çox, günü qara birisi idi. Oğul sahib olmaq üçün 3 arvad almış, amma heç birisi oğlan doğmamışdı. Hərəsindən 3-4 qızı olmuşdu. O da acığından arvad uşaqlarının hamısından ayrı yaşayırdı. Canı puluna bağlıydı.
Çox para göz birisi idi. Güya Məkkəyə gedib gələndən sonra da altdan pul icarəyə verirmiş. Arvad uşağından ayrı yaşadığı üçün əyni başı çox kifir olurdu. Çubuğu əlindən yerə qoymazdı. Hardan keçsəydi, çubuq iyinin izi qalardı. Qiyafədən də dal olduğu üçün adı qalmışdı. Xoxu Mirzəli. Üzünün çopurlarına bir torba darı töksəydin, bir dənəsi yerə düşməzdi. Burnuna da burun demək olmazdı. Qiyamət şeypuru. Hacı oldusa da adını üstündən götürə bilmədi. Adı da üstü başının kiri tək yapışıb qalmışdı alnında. Bədbəxt oğlu, bədbəxt. Ən yoxsul kimsələr də onun kimi darlıqda yaşamayırdılar. Uşaqlarının paltarlarını eşiyə atsaydın götürən olmazdı. Yazıqların cındalarından cinlər ürkürdülər. Qapı qonşularının dediklərinə görə evindən aş pişmiş iyi qavzandığını görən olmamışdı. Xan nənəm o gecə vağ quşunun nağılını deyəndə Xoxu Mirzəlinin də durumunu vağ quşunun durumuna bənzətmək istəyirmiş. Amma mən yalnız uşaqlıq aləmində o quşun su içib içməməyini düşünürdüm. Xan nənəm əli açıq, göylü gözü tox bir qadın idi. Gözünün yağını da ona buna yedirtməkdən çəkinməzdi. Dilinin çörəyi bir sözü var idi. Səxavət diyanətdən də qabaqdır. Gözü dar kimsələrdən heç xoşu gəlməzdi. O gecə deyirdi: "Aman bu bəşərin əlindən, aman, bu bəşərin gözünü yalnız torpaq doyura bilər. Yığ, 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 nə özün ye, nə ayrılarına yedirt. Bir ömür şeytan fəhləsi ol, vərəsiyə mal qalsın, sənə vizrü və bal. Tövbə, estağfurullah, tövbə." Üçüncü sinifi bitirəndən sonra balaca nağıl kitablarını oxumağa başladım. Elə o vaxtdan da xan nənəm biraz rahatlığa çıxdı. Günlər dayanmadan bir-birinin dalınca ötüb keçirdi. Xan nənəmin qulaqları ağırlaşırdı. Gözləri torlanırdı, daha dildamaqdan düşmüşdü. Qış gecələrinin birində ayaq yoluna gedib qayıdandan sonra titrəməyə başladı. Atamgil səhər vaxtı itirmədən onu həkimə götürdülər. 2 gün yataqda qaldı. 3-cü gün bekef bedamaq geyinirdim oxula gedəm ki, məni yanına çağırdı. Üzümdən öpdü. O öpüşü başqa öpüşlərindən tam fərqli idi. Uşaq olsam da içimdə bir qorxu yarandı. Sanki ürəyimdən bir zad qırıldı. Anama dedim, bugün oxula getməyim. Qəbul eləmədi. Könülsüz evdən çıxıb oxula doğru getdim. O gün özümdə deyildim, niyaran idim. Üstümdə bir ağırlıq duyurdum. Bir zad itirən kimsə kimi idim. Nəysə, oxulun vaxtı bitdi. Tələsi evə doğru yola düşdüm. Oxulun yolu məzarlığın qırağından keçirdi. Məzarlığın yanına çatanda gördüm, qəbir qazırlar. Ürəyim içimə düşdü. Qaça-qaça özümü yetirdim evimizə. Qonşulardan biri qabağımı saxladı. Xan nənəmi evdən çıxarıb məzarlığa sarı aparırdılar. Özümü bilər-bilməz ara çəkib hönkür-hönkür ağlamaya başladım. Atamgilin qonşuluqlarında biz uşaq ikən bir subay kişi yaşayırdı. Yaşı 50-ni aşmışdı, varlıkarlı birisi idi. Adına Həsən İsfahani deyirdilər. Qonşular neçə dönə yalqız yaşamağının səbəbini sormuş, yalnız bir cavab eşitmişdilər. Ağlı olan kimsə özgə qızına çörək verməz. Mən bu başa çatandan sonra təhsil almaq üçün ana yurdumdan köçmək məcburiyyətində qaldım. Bu köç uzun zaman sürdü. İllər boyu öyrətmənliklə ilgiləndim. 30 illik vəzifəm başa çatdıqda əməkli olub ana yurduma qayıtdım. Həsən İsfahanini ahıllanmış gördüm. Uzun illər boyu bərk zənginləşmişdi. Varlı, karlı olduğu dillərə düşmüşdü. Pul para görməyən dabanıcılıqlar göy Allahındır yer Həsən İsfahaninin deyirdilər. Nə bağlarının sayı bəlli idi, nə tarlalarının. Get-gedə huşu azırdı. Çox vaxtlar danışanda cayırdı. O yaşda hələ də yalqız yaşayırdı. Evinə ev demək olmazdı, iti bağlasaydın dayanmazdı. Zaman sürəsində görkəmindən düşmüşdü. Ağzı burnunun suyunu yığışdıramırdı.
Üz gözü əyrilib büzüşmüşdü. Parpaltarının kiri boyalarını itirmişdi. Gövdəsinin iyindən yaxınından keçmək olmurdu. Çayxanaya girəndə hamı bir-bir durub çayxanadan eşiyə çıxırdılar. Eşitdiyimə görə Xoxu Mirzəli öləndən sonra da onun yerini tutub 107 ilə pul icarə verməyə başlamışdı. Onun bunun dediyinə görə heç özü də pulunun sayını bilmirdi. Bundan belə o varın sahabının günü itin günündən pis idi. Çoxlarının neçə il öncəyədək ağzı sulanırdı. Elənsi bir var dövlət yiyəsi olsunlar deyə. İrəlilərdə qonşular görürlər Həsən İsfahanın evindən cəmdəki gəlir. Nə qədər qapısını döyürlər, cavab gəlmir. Gənc oğlanlardan biri divardan aşıb qapını açır. Görürlər bu pis qoxu evin içindən gəlir. Keçirlər içəri, görürlər Həsən İsfahani neçə gün öncə ölüb, iyi də onun qurdlanmış cəmdəyindən gəlir. Qonşular vaxt itirmədən ögey qardaş kömürçü İbana xəbər verirlər. Qonşuların dediyinə görə 20 ildən artıq olardı ki, iki qardaş bir-birinin üzünə baxmazmışlar. Kömürçü İbanın bir bölük külfəti var idi. Qardaşı Həsənin varı yer batırdığında o yazıq kömürü basmaqla ölmə-diril keçinirdi. Elə o üzdən də bir-biri ilə danışmazdılar. Kömürçü İban qardaşının ölüm xəbərini eşitcək, qara geyib tez özünü onun evinə yetirir. Hər zatdan öncə əliyaq eləyib kağız baratla pulpələni yığışdırır ki, özgələrin əlinə keçməsin. Kömürçü İban özünü nə qədər bekef göstərsəydi də, bilənlər yaxşı bilirdilər ki, gedənin içində toy bayramdır. Daha bundan sonra kömürçülüyə əl-Fatihə. Həsən İsfahanidən xoşu gəlməyənlər də, bir ömür ona pul icarəsi verənlər də harda oturdular. Biri ölməsə, biri dirilməz. At ölü bitim bayramıdır, deyirdilər. Həsən İsfahaninin ölüm xəbəri çıxandan sonra ona aid çoxlu sözlər ağızlarda gəzirdi. Gövdəsinin qurdlandığını eşitmək məni çimçəşdirdiyi halda insanın nə qədər yazıq olduğunu da düşündürürdü. Onun ölüm xəbərini eşitdiyimdə birdən-birə uşaqlıq çağında xan nənəmdən eşitdiyim Vağ quşunun hekayəsi yadıma düşdü. Uçsuz bucaqsız dənizin qırağında bir gözə gəlməz quş oturub dənizin suyu tükənər deyə su içmir. Xan nənəmi sorğuya tutmaqlarım yanıma düşdü. Bir anda qayıtdım uşaqlıq çağlarıma. Birdən-birə yuxudan ayılan kimsələr kimi 40 illik yuxudan ayıldım. Xan nənəm Vağ quşu nağılını yox, Vağ quşuna bənzər kimsələrin nağılını deyirmiş.